Salam dəyərli altıncılar. Qoca aşpaz mətninin tapşırıqları üzrə davam edirik. Mətni siz oxumusunuz və ya oxuyacaqsınız. Mən sizə istiqamət verəcəm. Soltan Hacıbəyovun Karvan simfoniyasını dinləyin və bu musiqi sizdə hansı assosiasiyalar yaratdı? Yeri gəlmişkən assosiasiya nədir? İnsanın gördüyü və eşitdiyi ilə xatırladıqları arasında bir əlaqədir. Demək, Soltan Hacıbəyovun Karvan simfoniyasının qısa məzmununu sizə belə şərh edə bilərəm. Yəni insan səhrada gedən biz insanlara səhrada gedən bir karvanı xatırladır bu simfoniya və biz musiqini dinləyərkən orada ağır-ağır addımlayan dəvələr, uzun və çətin yol, yəni bizim gözümüzün önünə gəlir. Həm də belə deyək də o karvançıların zəhməti, səbri, səfərinin davam etdiyini bizə hiss elətdirir. Qısası, yəni yadda saxlamalı olduğumuz fikir odur ki, Karvan simfoniyası biz insanlara nəyi xatırladır? Yol, səfər, zəhmət və dözüm assosiasiyalarını xatırlatmış olur. Və burada başqa bir tapşırıq da var. Söz boğçası hissəsində sözlərin mənalarına baxmalısınız. Yeri gəlmişkən növbəti tapşırığımız, yəni B tapşırığı, şəkilləri biz söz boğçasında verilmiş sözlərlə əlaqələndirməliyik. Burada demək, ilk olaraq klavesin sözü verilib də, səhv eləmirəmsə. Bu nə deməkdir? Demək, klavişlərlə çalınan bir növ fortepianonun daha əvvəlki variantı, sələfi olan qədim musiqi alətidir. Klaveşin bu alətdir. Sonra qrafinya digər alət olur və o biri hansıdır? Kətil də bu alətdir. Kətil nədir? Üzərində oturmaq və ya ayaqaltı kimi istifadə olunan bir alçaq taxta oturacaqdır. Orada parik sözlü olmalı idi, səhv eləmirəmsə, o da saç əvəzinə taxılan süni saçdır. Qrafinya dedik və bir də servis var idi. Bu da bir dəst qab-qacaq. Yəni, məsələn, boş qab, fincan, yəni bu qab-qacaq dəsti mənasını ifadə eləmiş olur. Biz lüğətin köməyi ilə servis və serviz sözlərinin mənalarına da baxmalıyıq, uşaqlar. Bunlara diqqət eləsək, demək, servis nə olurdu? Demək, servis nədir? Servis hər hansı bir sahədə bir xidmətdir. Aydındır? Xidmətdir. Servis isə servis qab-qacaq dəsti oldu. Amma servis xidmətlər toplusudur. Bunların leksik məna baxımından fərqliliyi. Həm də deyir ki, fonetik baxımdan da bunları müqayisə eləyək. Fonetik baxımdan nə deməkdir? Yəni, onların tələffüzlərinə diqqət eləyək. Tələffüzləri görəsən necədir? Fonetikada bilirsiniz ki, danışıq səslərindən bəhs edən bir elm sahəsidir. Servis elə olduğu kimi tələffüz olunacaq və servizdə yenə də olduğu kimi tələffüz olunacaq. Biz həm leksik mənalarına, həm də fonetik məqamlarına diqqət elədik. Mətnin məzmunu ilə bağlı belə tapşırıqlar çox düşür. Mətninə görə doğrudur, mətninə görə yanlışdır, mətninə görə ehtimaldır. Ehtimal yəni təxmin deməkdir. Yəni ola da bilər, olmaya da bilər. İndi isə biz C tapşırığı üzrə baxaq tapşırıqlarımıza. Burada qoca aşpaz arvadı ilə yazda, yəni yaz fəslində tanış olub. Biz bunu ehtimal götürə bilərik. Bunu ehtimal verək. Qoca aşpaz oğurladığı qızılla xəstə arvadını sağaltmışdı. Yəni bu artıq yanlışdır. Bir də qonağın ifası qoca aşpazın qəlbindəki xatirələri oyatdı, yəni əlaqə yaratıb, assosiasiya etdi. Bu da doğru fikir kimi götürülə bilər. Mətndəki dialoqlarda hansı obrazlar iştirak eləmir? Siz məzmunu oxuyarkən hansı obrazların bir-biri ilə nitqi yoxdur, bir-biri ilə danışıqlarını görmürsünüz. Demək, biz burada Marta və Qrafinya obrazlarının bir-biri ilə ünsiyyətinin şahidi olmuruq. Yəni, bu obrazların adının çəkilməsi var, amma onlar mətndə iştirak eləmirlər. Sonra, həm də orada Marta qoca onun sağalması üçün, belə deyək ki, oğurluq edir, əməli var. Qrafinyada qoca onun evindən oğurluq edir, belə deyək də. Keçirik növbəti tapşırığımıza. Düşün və cavab ver hissəsi var. Mətndə fərqləndirilmiş cümləni bir daha oxuyun.
Sizcə naməlum adam bu sualı nə üçün verir? Siz fərqləndirilmiş cümləni oxumusunuzsa, yəni bu bizim demək, belə deyək də, digər tapşırığımızdır. Demək, hə, bir dənə bağışlayaq. Demək, D tapşırığına da baxdıqda səhv eləmirəmsə, hə. Hə, burada indi biz digər tapşırığa baxaq. Hə, burada fərqləndirilmiş cümləmiz var idi. Deyir, bəs buna görə qrafinyanın hansısa qulluqçusu cəzalandırıldı mı? Aha, bax bu sual haqqında bir düşünək də. Naməlum adam bu sualı nə üçün verdi? Nə üçün verir bunu? Biz buna belə münasibət bildirə bilərik. Məsələn, naməlum adam bu sualı qoca aşpazın günahkar olub-olmadığını müəyyənləşdirmək üçün verir. Qocanın da cavabından sonra onun günahkar olmadığını söyləyir. Yəni, qoca yalnız o zaman günahkar ola bilərdi ki, onun bu əməlindən başqaları bir əziyyət çəksin. Yəni, burada başqaları əziyyət çəkmir. Davam edək. B tapşırığında deyir ki, naməlum adam qocaya nə üçün haqq qazandırır? Yəni, onun etdiyi əməlini pisləmir, belə deyək. Yəni, biz belə yanaşaq da burada. Yəni, cinayət hadisəsinə yanaşma necədir burada? Yəni, belə biz deyək də, uğurluq əslində yəni, yaxşı bir hal deyil. Yəni, qocanın dediyindən bizə bəlli olur ki, onun bu hərəkətinə görə heç kəs cəzalandırılmadı. Həm də qoca bu uğurluğu yəni, çarəsizlikdən eləyib. Yəni, xəstə arvadını sağaltmaq üçün edib və illər boyu buna görə əzab çəkib. İndi ölüm yatağında günahını neynir? Etiraf edir və naməlum adam qocanı sakitləşdirib deyir ki, onun insanlar qarşısında heç bir günahı yoxdur. Əksinə, o bu hərəkətinə görə yəni məhəbbət naminə etdiyi bir fədakarlıqdır. Yəni biz bunu belə qiymətləndirməliyik. C tapşırığına baxaq. Deyir ki, oxuduğunuz mətndən və həyatda nümunələr gətirməklə mavi çərçivədə verilmiş aforizmi, yəni dəyərli fikri izah edək və biz öz münasibətimizi buna bildirək. Deyir, məqsəd vasitəyə haqq qazandırır. Bu aforizm Nikkolo, yəni Machiavellinin belə deyək ki, nitqindən verilib. Məqsəd nədir? İnsanın nail olmağa çalışdığı niyyətdir. Vasitə də məqsədə çatmaq üçün bir usuldur, bir yoldur. Belə yanaşaq. Hə, indi bizim yəni belə deyək də, həyatdan hansı nümunələri biz gətirə bilərik, maraqlıdır. Bir dənə düşünmək lazımdır bu ətrafda. Yəni, məqsəd insanın məqsəd qarşına qoyduğun bir amaldır. Vasitədə məqsədə çatmaq üçün gördüyün işlərdir. Hə, yəni məzmun aydındır bizə. Həyatda hansı nümunələri gətirə bilərsiniz? Bir özümüz düşünək də, yəni hər şey yəni hazır yanaşmayaq. Hələ özümüz düşünək. Bu hansı nümunələri gətirmək olar? Və bu haqda mən düşünürəm ki, siz öz fikirlərinizdə ifadə eləyə bilərsiniz və həyatdan da buna uyğun nümunələr sadalaya bilərsiniz. Sonra növbəti tapşırığımıza baxaq. C tapşırığı. Qoca aşpaz mətnində müəllifin oxucuya çatdırmaq istədiyi iki əsas fikri seçin. Biz bəzən bu tapşırığa yəni oxucuya çatdırmaq istədiyi fikrə başqa ad da deyirik. Yəni mətnin ideyası deyirik. Mətndən gəldiyimiz qənaət deyirik. Özümüz üçün çıxartmaq istədiyimiz nəticə deyirik. Yəni fərqli formada bunu adlandırmaq olar və bəli, müəllifin oxucuya çatdırmaq istədiyi fikir nədir? Mətnin ideyasıdır. Yəni gəldiyimiz qənaətdir. Hansı fikirləri vermək olar burada? Məsələn, biz burada belə yanaşaq da. Məsələn, ikinci fikrə münasibət bildirək. Vicdan insanın ən böyük məhkəməsidir. Bunu elə-belə verməyib də. Çünki qoca ölüm ayağında neynədi? Öz əməlini etiraf elədi. Yəni, onun daxili bir mənəvi əzab çəkirdi və bunu etiraf elədi. Bu da ona rahatlıq vermirdi. Və o bunun etiraf etməklə yüngülləşəcəyini, rahatlaşacağını düşünür. Demək, biz bunu xüsusilə qocanın etirafı ilə əlaqələndirə bilərik. Dördüncü fikrə baxaq. Deyir, musiqi çox böyük təsir gücünə malikdir. Belə deyək də, qoca neynədi? Öz günahlarını etiraf elədi və rahatlaşdı. Və indi onun ölüm qabağı bir arzusu da var. Sevdiyi qadını bir anlıq cavanlıqdakı kimi görmək. Qonaq onun bu arzusunu da yerinə yetirir və klavesində ifa edilən
ecazkar musiqi qocanı həm gəncliyinə qaytarır, həm də sevdiyi qadını, görüş yerini ona xatırladır və beləliklə bu möcüzəni ona yaşadanı tanımaq istəyən qoca Mozart adını eşidir. Maraqlı məqamda onu qeyd edilə bilər ki, yəni burada hadisənin əsl iştirakçısı olan aşpazın adı yox, məhz qonağın adını biz finalda eşitmiş oluruq. Və bununla da yəni bizim diqqətimizi çatdırılır ki, əsərin əsas mesajı nədir? Musiqi ilə bağlı olduğu diqqət mərkəzinə çatdırılmış olur. İdeya kimi 2 və 4-ü götürmək olar. Diqqət et rubrikasında verilmiş məlumatlara tanış olaq və verilmiş sxem əsasında qoca aşpaz mətninin mövzusunu, məzmununu və ideyasını nə etmək lazımdır? Qeyd eləmək lazımdır. Yəni burada xəritə də olmalıdır. Fikir versiniz, qoca aşpaz hekayəsi verib. Məsələn, birinci məqamı burada qeyd eləyir. Birinci motiv, birinci məqam, bir qocanın etirafı, ikinci motiv musiqinin gücü. Yəni bunlar hər ikisi ideya ilə bağlı verilmiş, belə deyək ki, qrafadır. Və siz burada sizə növbəti tapşırıq kimi burada nə verilə bilər? Demək, bir də buna diqqət edək. Bir dəqiqə. Aha. Hə. Bir dəqiqə bizim Hə. Mövzu baxımından. Məsələn, mətnin ideyası haqqında bax bu 2 dənə fikri biz vurğuladıq. Düzdür? Mahiyyət bizə aydındır. Məzmun haqqında da danışmaq olar. Yəni məzmun nədir? Əsərdə nədən danışılırsa o məzmundur. Yəni bütün əsərin məzmunda nədən danışılırsa o məzmundur. Bir də mövzu. Əsərin mövzusu nədir? Yəni başlığa uyğun da mövzu haqqında, mövzunu elə qısa plan şəklində qeyd eləmək olar. Sonra burada bizim dinləmə mətnimiz var. Dinləmə mətnimiz 11 və nə deyir? Ludwig van Beethoven'in Ay sonatasını dinləyin. Bu musiqinin sizdə yaratdığı təəssüratlar və assosiasiyalar haqqında danışın. Ay işığı sonatasını mətnini dinləyin. Mətndəki qızın assosiasiyaları ilə öz təəssüratlarınızı, öz fikirlərinizi nə edəcəksiniz? Müqayisə eləyəcəksiniz. İndi isə biz nə edirik? Demək, dinləmə mətni 11-ə bir dənə diqqət eləyək. Demək, bir ona diqqət eləyirik. Demək, burada bir dənə buna diqqət edək. Dinləmə mətni 11. Ay işığı sonatası. Bir gün Beethoven dostuyla birlikdə Viyana küçələrində gəzirdi. Evlərin birindən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır. Dostuna ifaçının möhtəşəm çaldığını və onu görmək istədiyini söylüyor. İkisi də birlikdə 2-ci mərtəbəyə qalxıb qapını döyürlər. Qapını açan qadın Beethoven'i dərhal tanıyır və çox təəccüblənir. Beethoven piano səsinə gəldiyini deyir və ifaçını görmək istədiyini söylüyor. Qadın piano çalanın qızı olduğunu bildirir və onları içəri dəvət edir. Beethoven içəri daxil olur. Anası qızına Beethoven'in gəldiyini xəbər verir və qız çox həyəcanlanır. Dərhal ayağa qalxır. Qızın görmə qabiliyyətindən məhrum olduğunu başa düşən Beethoven, "Lütfən, məndən bir şey istəyin," deyir. Qızın cavabı bu olur. "Mən heç ay işığı görməmişəm. Mənə ay işığını təsvir edə bilərsinizmi?" Bundan sonra Beethoven piano arxasına keçərək yerindəcə bəstələdiyi Ay işığı sonatasını ifa edir.
Bəstəkar ifasını bitirən kimi qızcığaz ayağa qalxıb həyəcanla qışqırır. Mən görürəm, qaranlıq səmada ay işığını görürəm. O necə də gözəldir. Əgizlər, demək siz Ay İşığı sonatasını dinlədiniz və yəni burada sizdə yaratdığı təəssüratlar haqqında danışacaqsınız və öz yəni qızın fikirləri, düşüncələri ilə öz fikirlərinizi müqayisə edəcəksiniz. Növbət tapşırıqda deyir ki, qoca aşpaz mətnindəki hansı motiv dinlədiyiniz mətndə öz əksini tapır? Demək burada yəni hansı məqamı xüsusilə biz qabarda bilərik? Demək burada hər iki əsərdə biz iki məşhur sənətkarın bədii portreti yəni verilmişdir. Biz belə yanaşmalıyıq buna. Demək hekayədə də musiqinin ecazkar qüvvə olmasından söhbət gedir. Yəni həm bizim əsas mətnimizdə, həm də dinlədiyimiz mətndə hansı motivi biz qabarda bilərik? Musiqinin ecazkar bir qüvvə olmasını qeyd eləyə bilərik. Təqdimat hissəsində də nə verib? Demək, təqdimat hissəsində siz bunun qruplarla işləyəcəksiniz yəqin ki, bəli, Ludwig van Beethoven və Wolfgang Amadeus Mozart haqqında araşdırma aparacaqsınız internetdən, elektron vəsaitlərdən və bu iki bəstəkarın həyat və yaradıcılığını müqayisə edəcəksiniz. Dil qaydası üzrə qeyri-müəyyən təsirli çal. Qeyri-müəyyən təsirli çal nədir? Demək, qeyri-müəyyən təsirli çal cümlədə hərəkətin icrasını bildirən söz, subyekti və mübtəda rolunda olur. Hərəkət müəyyən varlıq, yəni obyekt üzərində icra olunur. Obyekt bildirən söz tamamlıq vəzifəsində çıxış eləyir. Mən biraz bu ifadəni açmaq istəyərdim. Məsələn, obyekt nədir? Subyekt nədir? Subyekt demək, işi görəndir. Obyekt, buna belə yanaşaq da, obyekt üzərində iş görüləndir. Demək, obyekt nə oldu? Obyekt üzərində demək, iş görüləndir. Bizə nə deyir? Cümlədə hərəkətin icrasını bildirən söz, hərəkətin icrası subyekt. Və bir də var hərəkət müəyyən varlıq, yəni obyekt üzərində icra olunur. Yəni hərəkət müəyyən obyekt üzərində görülür. Obyekt bildirən söz tamamlıq vəzifəsində çıxış edir. Nümunəyə baxaq. Bir subyekt, obyekt, hərəkət. Məsələn, hərəkət feildir də, oxumaq. Kim icra edir? İşi görən nədir? Kimdir? Gülnar, subyekt. Bəs iş nəyin üzərində icra olunur? Obyekt, kitabın üzərində icra olunur. Aydındır mı? Və burada cümlədə tamamlıq müəyyən, yəni konkret və qeyri-müəyyən, yəni ümumi məzmun bildirə bilər. Baxaq indi. Bir mən yolda maşını gördüm. Həm də bir şey var da, biz müəyyən təsirli çalı biz iki qrupa bölürük. Təsirli çal iki yerə bölünür. Bilirsiniz ki, birincisi müəyyən təsirli çal. Bir də olur qeyri-müəyyən təsirli çal. Müəyyən təsirli çalın şəkilçisi +4, qeyri-müəyyən təsirli çalda şəkilçi olmur. Və ona görə də və maraqlıdır ki, yəni bu daha çox istər müəyyən təsirlik, istər qeyri-müəyyən təsirlik, bunlar daha çox feilin yanında işlənir. Feildən əvvəl işlənir. İndi burada məsələn mən yolda maşını gördüm. Görsün müəyyən təsirlikdir. Nəyi? Konkret məzmun ifadə eləsin. Konkret obyekti ifadə eləsin. Bir də var mən yolda maşın gördüm. Burada nəyi sual oldu? Burada isə nə sual oldu? Ümumi məzmun bildirdi. Bir də bu təsirli çalın suallarını da bilirsiniz. Kimi, nəyi, bir də nə olacaq? Haranı, bir də nə sualı. Bu üç dənə sual müəyyən təsirli çalın sualdır.
Nə sualı isə qeyri-müəyyən təsirli çalın sualı olur. Hər iki cümlədə maşın sözü təsirli çaldadır, bəli. Lakin bu söz qeyri-müəyyənlik bildirəndə şəkilçi qəbul eləməyib, bəli, şəkilçi qəbul eləməsə də biz şəkilçini orada düşünə, təsəvvür eləyə bilərik. Buna ismin qeyri-müəyyən təsirli çalı deyilir. İndi nümunələrə bir dənə baxaq. Tamamlığı müəyyən edin. Həmin sözün qrammatik formaları arasındakı fərqi izah edək. Uşaqlar çərpələng uçurtdular. Uçurtmaq fe'l, hərəkət. Kim? Uşaqlar subyekt. Nə uçurtdular? Üzərində iş görülən nədir? Nə uçurtdular? Çərpələng. Burada şəkilçi işlənib, oldu ümumi məzmun bildirdi. Uşaqlar çərpələngi, yenə hərəkət bildirən söz var, subyekt var. Nəyi uçurdular? Çərpələngi. Hər iki cümlədə tamamlıq var. Amma birincidə görürsünüz, qeyri-müəyyən təsirli haldadır, şəkilsizdir, ümumidir. İkincisində isə demək şəkilçi ilə işlənir, təsirli halın iş şəkilçisi işlənir. Bu konkret məzmun ifadə eləmiş olur. Növbəti tapşırıqda hansı cümlələrdə tamamlıq ismin təsirli halı ilə ifadə olunub? Təsirli halın suallarını yuxarıda yazdıq. Təsirli hallı sözlər bilirsiniz ki, cümlədə elə tamamlıq vəzifəsində çıxış edir. Kimi, nəyi, nə sualı, bir də haranı. Yəni bu suallara cavab verən təsirli hallı sözlər görək hansı cümlədə işlənib və tamamlıq rolundadır. Dünən kəndlilər meşədə ayı nə ediblər? Görüblər. Kim görüb? Kəndlilər. Nə görüblər? Ayı. Aha, nə sualına cavab verir? Biz burada ayını da düşünə bilərik. Sübut edir ki, təsirli haldadır. Gəmidə xeyli insan toplaşdı. Toplaşdı. Kim? İnsan. Burada təsirli halın suallarına cavab verən tamamlıq görmürük. Bizə deyir, axı, tamamlıq təsirli hallı sözlə ifadə olunsun. Sonra, o kitabxanadan 3 kitab götürdü. Götürdü kim? O. Nə götürüb? Kitab. Və ya nəyi götürüb? Kitabı. Təsirli halda oldu. Sevda ağacları dərmanlayır. Dərmanlayan kimdir? Sevda. Nəyi? Ağacları. Təsirli haldadır, tamamlıqdır. Yəni, tamamlıq təsirli halda ifadə olunur. Bir də kitabı məndə qalmışdı. Qalmışdı. Nə qalıb? Kitabı. Burada əvvəlini öz artırırıq və ya onun sözünü artırırıq. Öz kitabı bu adlı halda oldu. Bu təsirli halda olmadı və bu da mübtəda oldu. C tapşırığına baxaq. Verilmiş cümlələrdə müəyyən və qeyri-müəyyən təsirli haldan sözlər seçək. Müəyyən təsirli hal kimi, nəyi, haranın sualına cavab verir. Qeyri-müəyyən isə nə sualına. El bir olsa dağ oynadar yerindən. El bir olsa dağı oynadar. Olsun qeyri-müəyyən. Müəllim xəritəni divardan asdı. Kim müəllim? Nəyi? Xəritəni. Oldu müəyyən təsirli hal. Biz öz mövqeyimizi daima müdafiə etdik. Kim? Biz. Nəyi? Mövqeyimizi. Şəkilçi var. Müəyyən təsirlik. Təbiəti qorumaq, vətəni qorumaq deməkdir. Nəyi? Təbiəti, nəyi? Vətəni. Ya da haranı? Vətəni, haranı? Təbiəti. Yəni burada da şəkilçi işlənibsə müəyyən təsirli hal olacaq. Adam var ki, çörək tapmaz, çörəyi tapmaz. Şəkilçi işləməyib, qeyri-müəyyən təsirlikdir. Adam var, yağı yeyər, balı bəyənməz. Yağı şəkilçi işləməyib ki, qeyri-müəyyən təsirlik. Balı şəkilçi işlənib, bu da müəyyən təsirlik halda verilə bilər.